Məmləkəti bağlıdır. Mhm. Hansını deyirəm? Dördü yoxsa üçü? Dördü. I feel fine this morning. I feel fine this morning, but was Mhm. I was very tired last night. I was very tired last night. Aha, nədir? Uh, I fit neydi Aymen Fit? Feel. I feel fine this morning. Mən özümü indi yaxşı hiss edirəm. Amma dünən nə idim? Very tired. Bat ancaq Özümü Am- yaxşı hiss etmirdi. Amma dünən yorğun idim. Baxın, bu da mürəkkəb cümlədir uşaqlar. I feel fine this morning. Bu da mürəkkəb cümlədir. Əkslik bildirən. Mən indi yaxşıyam, amma dünən pis idim. Özümü pis edirdim. But əkslik Kimdən? bildirir mənəm. Deyil. Aha. I feel fine this morning. Belə bir cümlədə istifadə edə bilərsiniz essedə. Məsələn, Tom wanted a cup of tea, but Sam wanted a cup of coffee. Tom bir fincan kofe istədi, çay istədi, amma Sam bir fincan kofe istədi. Tom, but'dan da istifadə edə bilərsiniz. Ən rahat mürəkkəb cümlə yaza biləcəyiniz, ən rahat mürəkkəb cümlə həmin o mətndə dediyim təyin budaq cümləsidir. Who məsələn wanted yenə olan, sonra but'la olan bu cümlə və yaxud da and-lə yaza biləcəyiniz cümlələriniz ən rahat mürəkkəb cümlədir. Essedə yenə deyirəm, ən az bir dənə mürəkkəb cümləniz olsa 2 balınız gəlir. Sonra kimin növbəsidir? Mustafa'nın. Ben. Mhm. Burada müəllim where is you where are? Where are? Last var ay Mustafa, last. Ha ona görə müəllim where olur. Bəli, were, bu oxunur were. Where were you at 11 o'clock last Friday morning? Nədir? Deyir ki sən son cümləni nə etmisən? Yox, sən keçən cümə harada idin? Harada idin? Aha, Züleyxa. Züleyxa. Mən burada Don't buy their shoes. Deyir ki, bu ayaqqabıları almadım. Alma. They are very, Nəmi cümləsidir? Alma. Amma expensive neydi? Bahalı. they are very expensive. Onlar çox bahalıdırlar. Sonra. Məndə sıra. I like your new jacket. Is it expensive? Mən sənin təzə jaketini xoşladım. Bu bahalıdır. Sonra. Oxu da Aya. Aya. Mən 8-ci cümlədə də was olur. Aha, oxu tərcümələ. This time last year I was in Paris. Deyir mən keçən il bu vaxtı Parisdə idim. Sonra. Zaur. 9-da müəllimə. Mən yazsınlar. Where are where are Mən Sam and Joy? I don't know. Yazmam. They were Where are Sam and Joe? I don't know. They. Verəməm onu. Neysə. were here a few minutes ago. They were, bəli, they were a few minutes ago. They were here a few minutes ago. Tərcümə elə. Deyir ki, bir dəqiqə zaman nəsə deyəcəyəm. Deyir o vaxtını. Kim tərcümə eləyər? Mən deyim. De Kenan. Mən deyim. Mən deyim. Qoy Kenan desin görək. Hə, Kenan. Where are Sam and Joe? Sam və Joe hardadır? I don't know. Mən bilmirəm.
Fev neydi? Fev? A few minutes ago, bir neçə dəqiqə öncə. Onlar bir neçə dəqiqə öncə telefonum gözümdə. Bir neçə dəqiqə öncə yazdım. Buradaydılar. They were here. Onlar bir Hə, neçə dəqiqə, here I am canım. onlar bir neçə dəqiqə öncə buradaydılar. Okay. Zaur oxudusa, indi kimin sırasıdır? Mən Mustafa. oxuyum müəllim onun üçüncüsünü, ikincisini. Aha, oxu. Burada müəllim was olur, bir də was olur. Mark was at work last week because he was ill. He is better now. Aha, nədir? Deyir ki, müəllim Mark keçən həftə işdə idi. İl nə deməkdir müəllim? Xəstə. Amma yox, Mark keçən həftə işdə idi, amma xəstə idi. İndi o yaxşıdır. Çünki. Because. Çünki. Çünki o xəstə idi. Sonra uşaqlar baxın, burada da mürəkkəb cümlə var. Mike was at work last week. Mike keçən həftə işdə idi. Wasn't olur, yer gəlmişkən burada. Wasn't. Ben Wasn't at Baxın home. görmədim. Ben boz dedim Mustafa. Wasn't at work. Çünki Mark dünən keçən həftə işdə deyil idi. Niyə? Çünki o xəstə idi, amma indi yaxşıdır. Because, baxın bundan da istifadə edə bilərsiniz. Məsələn, deyə bilərik ki, Tom didn't want to go. Tom getmək istəmədi because he was ill. Çünki o xəstə idi. Və yaxud da because he had to pass an exam. O imtahana getməli idi. Məsələn, deyə bilərəm ki, I don't like, I don't want to go with you. Səninlə getmək istəmirəm because I feel boring there. Mən orada çünki özümü hiss edirəm. Because-la olan bir cümlədə yaza bilərsiniz mürəkkəb cümlə kimi. Bir cümləni yazırsınız, gördüyünüz kimi. Bir cümlə yazırsınız. İkinci cümləni də yazırsınız, sadəcə arasına because atırsınız. Bu da asan bir mürəkkəb cümlədir. Bundan da istifadə edə bilərsiniz. Because-dan olan bir cümlədən istifadə edə bilərsiniz. Sonra kimin sırasıdır? Züleyxanın. Müəllim, burada olmalıdır. Yesterday was a public holiday, so the banks weren't closed. They are open today. Deyir ki, dünən public holiday nə deməkdir müəllim? Public dövlət bayramı. Dünən dövlət bayramı idi və nəticədə banklar açıq deyildi. Onlar bugün açıqdır. Bəli. So, görürsünüz nəticədə. Bu da bir mürəkkəb cümlədir uşaqlar. Sonra Kənan. Bu mən yazmadım. De, oxu. Onu qoyalım. Buranı da yazmalıyam mən lap başda. Aha. Onu bilmədim. Elə bir yazmadım. Burada olur. Were. Where was Hansında. Birincidə. Were Kate and Ben at the party? Burada were olmur. Kenan. Burada olur. Bəlkə də was olur. bir də İkinci boşluqda da wasn't olur. Bəli. Burada was olur. Was. İkincisində isə Altıda wasn't olur. You weren't. Burada da Altıda wasn't you olur. weren't. Ben Bunu mən wasn't. yazdım. Ay Yazdım. müəllimə. Hə. Altıda you weren't olur. Aha, bəli. Aha, indi oxu Kənan. Hə, gözüm dəqiqə. Ekran geçirdim. Evet. Vozda mən bu lap başda şey. Were. Hə, Buradan oxu. were Kate and Ben at the party. Kate və Ben partidədir. Partidəydilər. Partidəydilər. Hə, görürəm. Kate was there, but Ben wasn't. Kate oradaydı. 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 Ama Ben orada değil. Sonra Mən 5-cidə də belə olur. Were belə where. olur. Mən yenə were. Mən burada da
tərcümədə də olur ki, açarlarım haradaydı? Mhm. Sonra deyir, Haradadır? onlar, Haradadır açarlarım? Aha. mənim sonra da deyir, onlar masanın üstündəydi, amma indi orada deyil. Aha, yaxşı. Zaur. You you weren't Mhm. at home last night. Mhm. Were Where? where were Mhm. you? Where were you? Mhm. Deyir evin ışıkları last night neydi ay mənimlə? Geçen gece. Deyir sən keçən gecə qorxmuşdun. Sen Ben geçen gece evde evdeydim. değildin. Where were you? Were at home last night. Evde Evdə değildin. değildin. Haradaydın? Where were you? Haradaydın? Sen geçen gece evde değildin. Haradaydın? Nərdəydin? Size tercümeler göndereceğim. Azerbaycandan İngilizce bir de. Bu 10-cu yeni təkim keçdiyimiz qaydalarımıza uyğun olaraq tərcümələr gönderəcəm və Lost keçdiyimiz neydi? Həmişə sözlərimizə uyğun yadımda. olaraq. Lost. Last, keçən. Hə. Geçen gece evde değildim. Aha, keçdik aşağıya. Mustafa. Mən qrupa yazasınız elə nə verib sizsə. Aha, yazacağım, hə. Bacısı. Aha. Mustafa. Mustafa. Burada müəllim olur. Hı Və -hı. və where yazılan müəllim birinci. Sonra were your exam difficult your exam. Yox. Was your exam Was your difficult? exam difficult? Aha. Was your exam difficult? Sənin imtahanın çətin idi. No, it was easy. Xeyr, asan idi. Züleyxa. Where were Sue and Chris last week? Deyir ki, Sue və Chris keçən həftə haradaydı? Mhm. They were on holiday. They were on holiday. Onlar tətildə idilər. Yaxşı. O, Kənan gəlir. Ayam sən Yazıyorum ox. orada siz cümlədə oxu istəyir. Mənim cümləmin davamını oxumaydı. Bir deyirdim oxumadın Züleyxa. Eybi yox. Kənan oxu. Dördü. Dördü, how much was your new camera? Aha. Sənin təzə kameran neçədir? Mhm. Neçə alıb? O cavabını da oxu. 100 pounds. Hə, 100 pound, 100 Funt. Pul vahidi də funt. funt, hə, 100 funt. 100 funt. Aha. Ayan. Mənim 5-ci cümlədə də belə olur. Why were you angry yesterday? Mhm. Sən dünən niyə əsəbi idin? Mhm. Sonra da because you were late. Çünki gecikmişdim. Aha, sağ ol. Çünki sən gecikmişdin. Sağ ol. Was the weather nice last week? Mhm. Keçən həftə Mhm. sənin ad günün idi yoxsa Ya, keçən həftə hava yaxşı idi. hava yaxşı idi? Ad günü Bu səndə evdə mən hava var. It was beautiful. Bəli, hava qəşəng idi. Aha, keçdik keçmiş sadə zaman idi deyə fe'lə. Aha. Oxu Mustafa. It was hot in the room, so tez-tez oxuyaq. Open müəllim. I opened. So I Open it. opened.
Oxunur bu opened. So I opened the window. Böylece otaqda isti idi. Ona görə də pəncərəni açdım. Sonra Züleyxa. The film was very long. It started at Hı -hı. 7. Mənim nöqtə nə idi? 17:15. Quarter past 7. Saatler. Hı -hı. At 7:15 and finished at 10 o'clock. Hı -hı. Deyək ki, film çox uzun idi. O 7:15, yəni 7-yə işləmiş başladı və 8:15 işləmiş başladı ve onda bitti. Aha. 4-ün tərcüməsi nədir? Kenan. Mən uşaq olanda, when I was a child, mən uşaq olanda, Stayed olur ama yoksa. həkim olmaq istədim. Hə, olmaq istəyirəm. Gözləyim bir dəqiqə. Happened. I want Gözlü. Ay da want diyemem. Əvvəl wanted seçtim, sonra stayed dedim. Ayan. Yazmamışam diye. Niyə? Ben 5. cümlede Demədim, de amma the bilmirəm. accident happened last Sunday afternoon. Nədir? The accident happened last Sunday afternoon. Evet. Ben Z'den sonraki söz ne demekti? The accident, hadisə. Bədbəxt hadisə, accident. Ben deyir ki, ben deyir qəza keçən bazar günü günortadan sonra baş verdi. Ay bunu çapma. Uy, bazar günü günorta, afternoon günorta deməkdir, bağışla. Bunu taxta Kenan nə olur? Aha, yaxşı. Zaud. Məndə hansıdır? 5 yoxsa 6? 6. The weather is nice today, but yesterday yesterday's weather But yesterday nə olur burada? enjoy. It rained. It rain. Yağış yağdı. Hava deyil bugün qəşəngdir, amma dünən bütün gün, all day, bütün günü yağış yağdı. Mustafa. Enjoyed mənim bir daha stayed. Cümləni oxu. Oxu cümləni. Tez uşaqlar. Mənim burada deyir ki, biz keçən ilki tətildə çox həzz aldıq, zövq aldıq. We stayed at a very nice place. Biz yaxşı yerdə qalırdıq. Qaldıq. Qəşəng bir yerdə qaldıq. Züleyxa. Mən burada olmalıdır. Anna's grandfather died when he was 90 years old. Deyir ki, Anna'nın babası 90 yaşında həyatını itirib. İtirdi. Aha. Sonra Kenan C fiilinin keçmişi. Məndə neçə dəqiqəmiz qalıb? 29 11 dəqiqəmiz. So. So. Aha. Sonra play fiilinin keçmişi Ayan. Ben played. Mhm. Ed olur. Aha. Zaul pay fiilinin keçmişi. Nəyin? Pay fiilinin keçmişi. Yandan saymayım. Paid. Paid yazılır. Paid. Hə. Visit fiilinin keçmişi. Visited, Aha. Visited. Buy fiilinin keçmişi. Both. Bought. Bəli. Kenan. Go fiilinin keçmişi. Went. Bəli. Ben Think fiilinin 8. de told olur. thought. Thought. Burada da copy et. Bəli. Copied. Know fiilinin keçmişi. Yes. New. New oxunur bu. Put fiilinin keçmişi.
Pass. Put. Elə put da oxunur qızım. Put. Speak fe'linin keçmişi. Spoke. Spoke. Evet, spoke. Əla uşaqlar, əlasınız. Ben belki teze şeyde keçəsi vaxt satmayacaq ona. Təzə şeyi bazar günündə zətdə özüm izah edib YouTube-a yükləyəcəm. Yaxşı? Hə? Özüm izah eləyəcəm. Da elə şey o Tamam. ekran kaydına yükləyəcəm. Elə Zoom elə özüm üçün açacağım. Şey eləyib yükləyəcəm. Ekran Məmunda paylaş. qaydasız feillər 6-cı gün soruşursunuz. Faydasız fe'lər. Hə, vaxtımız qalsa indi soruşacağım. Vaxtımız qalmasa Ben de qıtdır. açacağız xəbər deyəsiniz. Benim de boş vaxtım olsa sizə qoşularam. Heç nə. Ümumiyyətlə, uşaqlar, sizin imtahanınız mart ayında olsa, fevral ayının, indi baxırıq da mart ayının əvvəlinə düşsə, fevral ayının birindən, mart ayının axırına düşsə, fevralın ortasından, aprel ayının əvvəlinə düşsə, martın birindən. Şeydir, Məmur da çalışdığımız bizim qədər hər gün Ay, mən girək, sınaq işləyək. Martın əvvəlinə düşəcək yəqin ki. Keçən il Aynen ortasına xeyr, düşdü bizim bir o dəfə əvvəlinə. müəllimimiz dedi ki, fevralda 11-lərin imtahanda, aprelin belə əvvəllərdə Hardan 10-15 deyib, saatda hardan sizin deyib, hansı mənbəyə əsasən deyib, Məlikə özü deməyib. bilmirəm. Hə, hansı mənbəyə əsasən deyib. Bilmək olmaz nə vaxtda salacaqlar. Mən neçə gündür gedirəm iclasda olum. Orada demirlər ki, Müəllim, nə vaxtda həm də planlayırlar. ki, biz ikimiz də fərqli zonalarıq deyə birinci, ikinci, üçüncü zona var da o fərqli verəcək imtahanları. Bilirəm. Yəni ki, uşaqlar, böyük ehtimal ki, fevral ayından çalışdığımız qədər hər gün girəcəyik, o şeydir. O canlı dərsə gecə saat 12-də Aynen olsa, də. gecə saat 12-də olsa, girəcəyik uşaqlar hər gün və əsas da bazar günləri. Bazar günləri özdə 3 dəfə dalbadal açacağam. Mövzumuz qutaracaq, sınaqlar işləyəcək ancaq. Başa düşdünüz? Müəllimə. Hə. Martın məsələn zona 1, zona 2 olanda neçə günə çıxır imtahanın cavabları? O baxır sualların yoxlanılma sürətinə zada. Bir aya çıxır mı elə gəlir? Bir ay Bir oy. ərzində çıxır. Davam eləyək. Kimdə qalmışdıq? Mən bildim. Hə, Ayanda yaxşı. olmalıydı. Ayan. Last Tuesday, Lisa flew from London to Madrid. Keçən ikinci gün, yəni çərşənbə axşamı Lisa Londonda Madridə uçdu. Mən burada Got. göt olur. She got keçmişdə çalırıq. She got up at 6 Bəli, o'clock in mən the də onu dedim. morning and, bu üçüncünü də dayan. And Mənim orada da had olur. had a cup of tea. Eləmi? Coffee. Nə deyir? Bəli. Tərcümə eləyək. Mən o deyir ki, o səhər saat 6-da, o səhər saat 6-da oyanır və Uyandı. bir Oyandı. fincan, bəli, oyandı və bir fincan kofe içdi. İçdi. Baxın, bu da bir mürəkkəb cümlədir. Ən asan mürəkkəb cümləniz budur. Tabesiz mürəkkəb cümlədir. Endlə yazdığınız və zaman uzlaşmasına fikir verin. Hər iki tərəfi keçmiş sadə zamanda yazsınız. Davam elə Zaur. Az qal. 5 dəqiqə. Evet 6:30 nəfər deyilir ay müəllimə. Elə 6:30 deyə. Half past 6-də deyə bilərsən. 6:30-də deyə bilərsən. 6 at 6:30 she left home and drove to the airport. Drove to the airport. Bəli, nədir? O deyir 6 saat 7'nin yarısında durur. Evdən çıxdı, Çıxdı və aeroporta getdi. maşınla Çatdı yoxsa getdi. getdi? To drive to, nə harasa maşınla getmək deməkdir. Və maşınla aeroporta getdi. Maşınını sürüb aeroporta getdi. Drove. Mustafa. Mən soruşuram, zaman ayağına sorsas mən yanım. Yazamamışam. Züleyxa. When
When she got there, she parked the car, walked to the airport building and checked in. Mənim check nə deməkdir? O bilirsiz check-in. O aeroportda gedirsən, o veşlərini yoxlayırlar. Ha, veşlərini mi yoxlayırlar? Mən də olmamışam. Yoxsa sənədlərini mi yoxlayırlar? Bax, o da check-in. İşte ay müəllimə veşləri. Veşləri yoxlayırlar. Aha. Mhm. Mən burada deyim ki, sonra o Yox, veşləri yox, sənədləri yoxlayır deyəsən. Bu deyil. Sənədlərini deyən yox. Ne yoxlayırlar da? Sənədlərini sonra Aha. Mənim qasır nə kimi tərcümə olunur? The car, when she got there, she parked the car. She, burada ne yazdık? To the airport. Ben bir orada tatanda başını park ettim. Aha. Maşını park etdi və deyir o aeroporta doğru yeridi və orada onun sənədlərini yoxladılar. Qeydiyyatdan çek. Bəli, qeydiyyatdan keçdi deyək də. Aha. Then she Ayan, when she Kenan yazmayıb. When she Ben burada bir dakika had olur yine. had, aha. Sonra waited. Had breakfast at a cafe and waited for her night flight. Aha. Mənim o birisi boşluqda deyil. His out there. Mən Reply- tərcümə eləmədim. Eybi yox, eybi yox. Kenan ne istəyir? Departed, Müyəm sıxıb basırım. Böyle. The plane Basmıram da mən. departed, Mehmet, departed. departed, 13'te de olur ki arrived. Departed. The plane departed. Aha. Vaxtında Olsa da- çıxdı. Mən Depart. tərcümə də beləydi də. Sonra kafede səhər yeməyi yedi və uçuşunu gözlədi. Aha, the plane departed on time. Təyyarə vaxtında çıxdı and aha. Burada ne olur Zaud? 13'te arrived. Arrived in Madrid. Ne değil? O deyir planını kurup hareket etti. Yoksa ne ter? Mənim 2 saat Madrid'e sonra 2 saat Madridə sonra çatdım. çatdı. 2 saat sonra Madrid'e çatdı. Finally she aha. Züleyxa finally she Finally, she took a taxi from the airport to her hotel in the center of Madrid. Deyir ki, nəhayət o bir taksi ilə aeroportdan Madridin mərkəzindəki otelə getdi. Bəli, bəli. Bir dəqiqədən az vaxtımız qaldı. Uje qutarır. Bir dəqiqə mən çalışmanıza verim. Bilməm çatdıracaq yoxsa yox. Unit 12 bir də Unit 13. Yaxşı? 12, 13. Unit 12, Bir 13. dəqiqəmiz var da. Bir dəqiqədən Bəli, sağ ol, mən. Sağ ol kızım, sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Alo.